Sualın şərtində bizə deyir ki, A nöqtəsində havanın temperaturu müsbət 10 dərəcədir. Horizontalların 100 metrdən bir keçirildiyini nəzərə alaraq B nöqtəsində temperaturu müəyyən edin. Eee, Bizə hansı məlumatlar verilibsə sualın şərtində, həmin məlumatları şəklin üzərində qeyd eləyək. Deməli, A məntəqəsində temperatur bizə verilmişdir. Müsbət 10 dərəcə. 10 dərəcə. Hansı məntəqədə temperaturu bilmirik? B məntəqəsində. Yaxşı, biz ümumi olaraq horizontalın şəklinə baxarkən müəyyən edirik ki, burada berg ştrixlər horizontallardan kənara doğru çəkilmişdir. Yəni, burada dağın horizontal üzərində təsviri qeyd olunmuşdur. Təbii ki, bu dağın horizontalıdırsa, buradan da belə bir nəticə gəlirik ki, B məntəqəsinin hündürlüyü A məntəqəsinin hündürlüyündən daha yüksəkdir. Yəni, biz A-dan B-yə doğru gedəndə dağın zirvəsinə doğru getmiş oluruq. Buradan da bir nəticə çıxara bilirik ki, yüksəyə doğru qalxmış oluruq və yüksəyə doğru qalxarkən havanın temperaturu azalmış olur. Yaxşı, bəs neçə metrə nə qədər azalmış olur? 100 metr biz yuxarı qalxanda havanın temperaturu 0,6 dərəcə azalır. Görək biz neçə metr yuxarı qalxmalıyıq, gedək B məntəqəsinə çataq. Sualın şərtində bizə belə bir məlumat da qeyd olunub ki, horizontalların 100 metrdən bir keçildiyini nəzərə alın. A məntəqəsindən B məntəqəsinə doğru getdikcə biz neçə horizontaldan keçmiş oluruq? 1, 2, 3. Deməli, A-dan B-yə kimi 3 dənə horizontal var və hər bir horizontal 100 metrə bərabərdir. Onda 3 horizontalın hündürlüyü neçə olacaq? 3-ü vuracaq 100-ə elədi 300 metr. 300 metr. Buradan da biz tapdığımız bu 300 metr nədir? A məntəqəsi və B məntəqəsi arasındakı hündürlük fərqidir. Gəlin görək, 300 metr hündürlüyə temperatur nə qədər dəyişməlidir? Belə bir tənasüb qura bilərik, sadə bir tənasüb. 100 metr hündürlüyə əgər temperatur 0,6 dərəcə dəyişirsə, bəs 300 metrə bu neçə olar? Təbii ki, x dərəcə olar. Buradan da x bərabərdir. 300-ü 0,6-ya vurub 100-ə bölmək lazımdır. Bu da 1,8 dərəcəyə bərabər olar. Biz tapdıq ki, 300 metr hündürlüyə uyğun gələn temperatur 1,8 dərəcədir. Və indi qayıdaq şəklimizə. Biz A məntəqəsindən B məntəqəsinə doğru getdikcə, bayaq dediyimiz kimi yuxarı qalxmış oluruq. Yuxarı qalxdığımıza görə bizim temperaturumuz nə edir? Azalmış olur. Nə qədər azalmış olur? 1,8 dərəcə azalmış olur. Bizim hal-hazırda temperaturumuz A məntəqəsində neçə idi? 10 dərəcə idi. 10-dan çıxacaq 1,8-i, deməli 10 dərəcə çıxılsın 1,8 dərəcə. Bu da eləyər 8,2 dərəcə